Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Mart ayının 10-udur. Həftənin çərşənbə axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Azərbaycan prezidentinin tapşırığına əsasən İran İslam Respublikasına humanitar yardım göndərilib. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb. Demək, göndərilən yardıma un, düyü, qənd, çay kimi əsas ərzaq məhsulları və eləcə də dərman və tibbi ləvazimatlar daxildir. Humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınıb və qısa müddətdə təyinat yerinə çatdırılacaq. Bu biyan balıdır. Birinci onu sizə deyim. Özü də bunu bir dənə yaxından gətir çəkki ilə. Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər.